بسم الله الرحمن الرحیم و به نستعین و هو خیر ناصر و معین. قال الله تبارک و تعالی فی محکم کتابه اعوذ بالله من الشیطان الرجیم یا ایها الرسول بلغ ما انزل الیک من ربک و ان لم تفعل فما بلغت رسالته والله یعصمک من الناس ان الله لا یهدی القوم الکافرین. صدق الله العلی العظیم. Musibetimizde Hazreti Resul-i Ekrem'e nazil olan bir aye barəsində isterdik ki məlumat verək. O ayədə oxuduğumuz ayədir, yəni Maidə surəsinin 67-ci ayəsidir. Bu ayə harda nazil oldu və bu ayədə məfhum nədir? Hazreti Əleyhisselama göstəriş verilən bu ciddi mövzu nədən ibarətdir? Onları inşallah Sünni və Şiə mənbələrinə əsasən açıqlayarıq. Ərz eləyək ki, bu ayə Peyğəmbər Salavatullah'a hicrətin 10-cu ilində nazil olub. O zaman ki, Həzrəti Peyğəmbər Salavatullah Məkkə ziyarətinə getmişdi. Deməli, axırıncı həc ziyarətinə getmişdi. Həzrəti Peyğəmbər sahabalarla həc ziyarətindən qaydanda Cuhfa məntəqəsindəki Qədir-i Xum adlanan yerə yetişəndə, Qədir-i Xum da bir demək olar ki, yol ayrıcılığı idi ki, oradan müsəlmanlar Mədinəyə, Misrə, Şama gedirdilər. Həzrəti Peyğəmbər Qədir-i Xum deyilən yerə yetişəndə bu ayə nazil oldu Peyğəmbərə. Ya Peyğəmbər, Pərverdigarın sənə nə nazil edibsə onu yetir. Əgər yetirməsən, elə bil ki, sən Peyğəmbərlik eləməmisən. Və Həzrəti Peyğəmbər Salavatullah'a bu ayə nazil olanda Həzrəti Peyğəmbər Salavatullah bütün müsəlmanları cəm elədi və xutbə söylədi ki, o xutbə haman Qədir-i Xum xutbəsidir və Qədir-i Xum hədisi ilə məşhurdur ki, mütəvatirdir bu hədis. Peyğəmbər Salavatullah orada müsəlmanlara buyurdu ki, mən kuntu mövla fəhazə əliyyum mövla. Mən kimin mövlasıyam? Ali Aleyhisselam da onun mövlasıdır. Və Həzrəti Ali Aleyhisselam haqqında bu müqəddəs kəlama Peyğəmbər buyurandan sonra sahabalar gəldilər, Ali Aleyhisselama təbrik söylədilər. Və Həzrəti Peyğəmbər Salavatullah'ın şairi Həssan ibn Sabit gəldi Peyğəmbər yanına. Bəzi rəvayətlərdə, tarixlərdə nəql olunur ki, Peyğəmbər Salavatullah getdi Həssan ibn Sabitə dedi ki, bu əhvalatı, bu Qədir-i Xum əhvalatını nəzmə çəkinə. Çünki orada gözəl bir qəsidə yazan olub. Həssan ibn Sabit Qədir-i Xum əhvalatını bir dənə qəsidədə yazdı və o qəsidə bütün demək olar ki, kitablarda, tarixi kitablarda mövcuddur. Çünki uzun bir qəsidədir. O qəsidənin bir-iki beyti bundan ibarətdir ki, فَقَالَ اللَّهُ قُمْ يَا عَلِيُّ فَإِنَّنِي رَسِيتُكَ مِنْ بَعْدِ إِمَامًا وَهَادِيًا فَمَنْ كُنْتُ مَوْلَاهُ فَهَذَا وَلِيُّهُ فَكُونُوا لَهُ أَتْبَاعَ صِدْقٍ مُوَالِيًا. Manası budur ki, Həzrəti Peyğəmbər buyurdu Əleyhisselama ki, qalx ki, ya Ali, mən səni özümdən sonra insanlara imam və hidayətçi seçdim. رَسِيتُكَ مِنْ بَعْدِ إِمَامًا وَهَادِيًا. Mən kimin mövlasıyam? Ali də onun mövlasıdır. Siz müsəlmanlara lazımdır ki, Əlini dost tutasınız və ona itaat edəsiniz. Həssan ibn Sabitin bu gözəl qəsidəsi çoxlu kitablarda mövcuddur. Çoxlu alimlər də onu öz kitablarında qeyd edirlər. O cümlədən Hafiz Əbu Abdillah ki, 378-ci ildə vəfat edib, Mir'atul Şeir kitabında bunu gətirib. Əbu Səid Hafiz Xərkuşi 406-da vəfat edib. Şərəfül Mustafa kitabında bu qəsidəni gətirib. Əbu Nəym İsfahani 430-da vəfat edib. Ma nəzələ minəl Qur'an fi Əli, yəni Əli haqqında Quran-ı Kərimdə nazil olan ayələr adlı kitabında bu qəsidəni gətirib. Əbu Səid Səcistani 477-də vəfat edib. Əl-Vilayə kitabında bu qəsidəni gətirib. Xətib Xarəzmi 568-də vəfat edib. Məqdəlul İmamda bu qəsidəni gətirib. Gənci Şafii 658-də vəfat edib. Kifayətut Talibdə 17-ci səhifədə bu qəsidəni gətirib.
Jaloliddin Suyuti 911-də vəfat eləyib. Risalat-ül İzdiharda bu qəsidəni gətirib və başqa alimlər də öz kitablarında Həssan ibn Sabitin bu qəsidəsini demək olar ki, nəql ediblər ki, Əbu Zeyd və onun kimilərə lazımdır ki, gedə bu kitablara müraciət eləyərlər. Görərlər ki, Qədirxum barəsində Həssan ibn Sabit necə qəsidələr yazıb. Və bundan əlavə ərz eləyək ki, Allah Təbarək və Teala ki, bu ayədə buyurur ki, ya Peyğəmbər və in ləm təfəl fəma bəlləğtə risalətə. Əgər bunu yetirməsən, nə bilgir sənin risalətin, peyğəmbərliyin naqisdir, peyğəmbərliyin sualatına gedər. Bu göstərir ki, bu çox mühüm bir şeydir. O da hicrətin 10-cu ilində Peyğəmbərin lap axır aylarında, axır günlərində bu ayə nazil olub. Görəsən, bu mühüm məsələ nə idi? Əgər Peyğəmbər bunu deməsəydi, elə bir ki, Peyğəmbərlik eləməyib. Namaz deyildi, oruc deyildi, həc ziyarətinin hökmləri deyildi. Çünki bunların hamısını ondan öncə Peyğəmbərə Allah Təbarək və Teala demişdi. Peyğəmbər də onu cəmaata, müsəlmanlara yetirmişdi. Bu məsələ haman Həzrəti Əli əleyhissalamın xilafəti ilə bağlı idi. Ona xatir idi Həzrəti Peyğəmbər salavatullah Qədirxumda Əli əleyhissalam haqqında bu müqəddəs kəlamı deyəndə ki, Əli əleyhissalamın Əlidən tutub qaldırdı, dedi, mən kimin mövlasıyam, Əli də onun mövlasıdır. Sonra Həzrəti Peyğəmbər salavatullah özünün Sahab adlı əmmaməsini Həzrəti Əli əleyhissalamın başına qoydu. Bu Peyğəmbər salavatullahın öz əmmaməsini Əli əleyhissalamın başına qoyması məşhurdur. Yəni bütün tarixçilər bunu nəql edirlər. Muhibbi Təbəri, bu dediyim demək olar ki, müvərrixlər hamısı Sünni məzhəbli və bəziləri Vəhhabi məzhəbində olan alimlərdir. Muhibbi Təbəri Riyazun Nəzərədə 2-ci cildinin 289-cu səhifəsində, İbn Əsir Cəzəri Əsədül Qabənin 3-cü cildinin 114-cü səhifəsində, İbn Həcər Əsqalani Əl-Əsaba kitabının 2-ci cildinin 274-cü səhifəsində, Muttəqi Hindi Kənzul Ummalın 20-ci cildinin 45-ci səhifəsində, Mustad Tayaləsidə 1-ci cildinin 23-cü səhifəsində, Sunan-ı Beyhəqinin 10-cu cildinin 14-cü səhifəsində bu əhvalatı nəql edirlər. Deyirlər ki, bəli, Həzrəti Peyğəmbər Qədirxumda Əlini xəlifə təyin etdi və öz mübarək əmmaməsini ki, Sahab adında idi, onu Həzrəti Əli əleyhissalam başına qoydu. Bu necə demək olar ki, bu hadisə baş verib, bunların hamısını tarixdə geniş şəkildə bəyan ediblər. Və lakin biz söhbətimiz uzun olmasın deyə onların hamısını nəql eləmirik. Və hansı alimlər deyirlər ki, bu Maidə surəsinin 67-ci ayəsi Əli əleyhissalamla bağlı Qədirxumda nazil olub. İndi onları da inşallah açıqlayarıq. Böyük Sünni müfəssiri Jaloliddin Suyuti Durrul Mənsur təfsirinin 2-ci cildinin 117-ci səhifəsində deyir ki, bəli, bu Maidə surəsinin 67-ci ayəsi Qədirxumda Əlinin şəhrində nazil olub. Şahabəddin Alusi Ruhul Məalidə 6-cı cildin 192-ci səhifəsində deyir ki, Əbu Səid Xudri deyir, bu ayə Qədirxumda Əlinin şənində nazil olub. Və Abdullah ibn Məsud ki, Peyğəmbərin yaxın sahabələrindən idi, deyir ki, o dövrdə biz bu ayəni belə oxuyardıq. Ya əyyuhər rəsul bəlliğ ma unzilə iləkə min Rabbik ənə əliyə mavləl müminin və illəm təfqal fəma bəlləxtə risalətə. Yəni, ya Peyğəmbər, Pərverdiganın sənə nə nazil eləyib, onu müsəlmanlara deginən, nəyi deginən? Ənə əliyə mavləl müminin ki, Əli əleyhissalam möminlərin mövlasıdır. Yəni, bu Əli əleyhissalam möminlərin mövlasıdır ifadəsini də bu ayənin haşiyəsində biz oxuyardıq. Yəni, bunu şən-nüzulündə formada oxuyardıq. Bunu Abdullah ibn Məsud nəql edir. Və Suyuti də əlbəttə bunu İbn Mərdəveydən, İbn Əsakirdən və İbn Əbi Xatəmdən nəql edir. İbn Əsakir tarixi Dəməşqdə 42-ci cildin 237-ci səhifəsində Bədrüddin Eyni Umdatul Qaridə, yəni Səhih Buxariyə şərh yazıb Umdatul Qari. Onun 18-ci cildinin 206-cı səhifəsində Şövkani Fəthul Qədirin 2-ci cildinin 60-cı səhifəsində və İbn Əbi Xatəm də Təfsir-ül Qur'anın 1-ci cildinin 14-cü səhifəsində deyir ki, bu Maidə surəsinin 67-ci ayəsi Qədirxumda nazil oldu Əlinin şənində və bu ayə nazil olandan sonra idi ki, Həzrəti Peyğəmbər salavatullah Əli əleyhissalamın əlindən tutub qaldırdı, buyurdu, mən kimin mövlasıyam,
Ali de onun Mevlasıdır. Və Sələvi də Əl-Kəşf və Bəyan təfsirinin 4-cü cildin 91-ci səhifəsində, Vahidi Əsbab-ın Nuzulun 135-ci səhifəsində və Nizaməddin Həsən ibn Məhəmməd Qəraibül Quran və Rəqaibül Furqan kitabının 2-ci cildinin 616-cı ayəsində göstərirlər ki, bu ayə Qədir-i Xumda Əli əleyhissalamın şənində nazil oldu və bu ayə nazil olandan sonra idi ki, Həzrəti Peyğəmbər Səlavatullah həman o tarixdən məşhur olan ifadəni bəyan etmişdir. Aya bu Qədir-i Xum hədisi mütəvatirdir ya yox? Mütəvatir o xəbərə deyirlər ki, kim onu inkar edersə kafirdir. Məsələn, Əl-Fətavai Hindiyyə fi məzhəbi İmam-ül Əzəm Əbi Hənifə adlı kitabında ki, Hind alimləri bunu yazıblar, Əbu Hənifənin fətvalarını cəm ediblər. O kitabın 2-ci cildinin 265-ci səhifəsində ki, Beyrut çapı ilə 1991-ci ildə çapdan çıxıb, yazılır ki, kim mütəvatir hədisi inkar eləsə kafirdir. Mən ənkərəl mütəvatirə fəqət kəfər. Və indi inşallah sübut eləyərik ki, bu Qədir-i Xum hədisi də mütəvatirdir. Həmbəlilərin imamı olan Əhməd ibn Həmbəl Musnad Əhməd ibn Həmbəldə 4-cü cildinin 370-ci səhifəsində 19361-ci hədisdə nəql edir. Deyir ki, Əbu Təfil deyir ki, bir gün mən Kufə məscidində idim. Həzrəti Əli əleyhissalam dedi, ey müsəlmanlar, kim Qədir-i Xumda şahid olub, kim Qədir-i Xumda görüb ki, Peyğəmbər Səlavatullah mənim əlimdən tutub qaldırdı, dedi ki, mən kimin mövlasıyam, Əli də onun mövlasıdır, qalsın məsciddə şəhadət versin ki, mən orada olmuşam. Əbu Təfil deyir ki, Həzrəti Əleyhissalam bunu deyəndə məsciddə 30 nəfər qalxdı ayağa, dedilər ki, ya Ali, biz orada şahid olmuşuq, bu əhvalatı, bu hadisəni görmüşük. Əbu Təfil deyir ki, mən bu məsciddə bu əhvalatı görəndə, bu hadisəni görəndə çox təəccüb elədim, çox heyrətə gəldim. Ona xatir gəldim Zeyd ibn Ərqəmin yanına. Zeyd ibn Ərqəmə dedim ki, İnni səmiqtu Əliyyən raziyallahu an yəqulu kəza və kəza. Mən gördüm ki, Əli əleyhissalam məsciddə belə dedi cəmaata, cəmaat da 30 dəmə qalxdı, belə şəhadət verdilər. Bu nə haqq hesabdır? Əbu Təfil bunu Zeyd ibn Ərqəmə deyəndə Zeyd ibn Ərqəm ona deyir ki, fəma tunkiru, nəyi, nə üçün inkar edirsən? İnni səmiqtu qad səmiqətə Rasulallahi yəqulu zalikəlləh. Mən özüm Peyğəmbərdən eşitdim ki, o kəlamı Həzrəti Əli əleyhissalama Qədir-i Xumda bəyan edib. Burada bir şey yoxdur ki, sən bunu inkar eləyəsən. Yəni, Zeyd ibn Ərqəm dedi ki, sən təəccüb eləməqindən ki, bu həqiqətdir, mən özüm Peyğəmbərdən bunu eşitmişəm. Bundan əlavə, Sünni aləmində 6 dənə səhih kitab var, onlardan biri də Sünən-i İbn Macədir. Sünən-i İbn Macədə Fəzl-i Əli ibn Əbu Talib babında 121-ci hədisdə bu əhvalatı gətirib və 6 dənə mötəbər sünni mənbəyi sayılan Sünən-i Tirmizidə 3713-cü hədisdə Mənaqib Əli ibn Əbu Talib babında bu rəvayət gətirilib və Əhməd ibn Şüeyb Nəsai Xəsais Əmirəl-Müminin Əli ibn Əbu Talib kitabında 1-ci cildin 96-cı səhifəsində 79-cu hədisdə bu rəvayəti gətirib. Əlbəttə, onu da ərz edək ki, Nəsai həman Sünən-i Nəsaini yazandır ki, 6 dənə mötəbər sünni mənbələrindən biri sayılır və həman bu kitabın qurbanı oldu. Yəni, Əli əleyhissalamın əzəməti barəsində Xəsais Əmirəl-Müminin kitabı yazandan sonra onu şəhid elədilər. 405-ci ildə dünyasını dəyişmiş məşhur mühəddis və böyük ravi Hakim-i Nişaburi Mustədrək Əl-Səhihin kitabının 3-cü cildinin 613-cü səhifəsində 6272-ci hədisdə bu Qədir-i Xum əhvalatını gətirir ki, Həzrəti Peyğəmbər Səlavatullah əleyhissalamı necə xəlifə təyinlədi. Və bir calib, maraqlı nöqtə burasındadır ki, Əbu Hamid Qəzali ki, dünyada məşhur bir şəxsiyyətdir, böyük demək olar ki, urafalardan olub, 505-ci ildə vəfat edib. Yəni, 100 il Hakim-i Nişaburidən sonra vəfat edib. Bu, Əbu Hamid Qəzalinin çoxlu kitabları var. Yəni, bütün dünya bunu tanıyır. Ne üçün bütün dünya tanıyır?
onu inşallah başqa demək olar ki, söhbətlərimizdə işarə edərik. Bu Əbu Hamid Qəzzalinin bir kitabı var, Sirrul Alamin. Bu Sirrul Alamin kitabının 1-ci cildinin 18-ci səhifəsində Fi tərtib bil xilafəti vəl məmləkə babında nəql edir ki, bütün müsəlmanlar deyirlər ki, Qədir-i-Xumda Həzrəti Peyğəmbər salavatullah Ali əleyhissalamı xəlifə seçdi və Ömər getdi ona təbrik dedi. Və Qəzzali deyir ki, Ömər getdi Ali əleyhissalamı təbrik dedi, sonra öz beyəti sındırdı. Və xilafətin tamahı bais oldu ki, Ömər öz Qədir-i-Xumda Ali əleyhissalamla elədiyi beyəti sındıra və müsəlmanların cahiliyyət dövründə qayıtmaları üçün Ömər yol açdı. Sonra Ali əleyhissalam, Həzrəti Peyğəmbər salavatullah vəfat eləyəndə istədi ki, kağız və qələm gətirsinlər ki, Peyğəmbər öz vəsiyyətini yazsın. Ömər dedi ki, Dəğur rəcullə fə innəhu lə yəhcur. Bu kişidən üz döndərin, bu xəstələrini sayıqlayır. Bunu böyük demək olar ki, alim Əbu Hamid Qəzzali Sirrul Alamdə nəql edir. Və bunu demək olar ki, həzm eləmək Vəhabilər üçün çox çətindir. Ona xatir çoxlu alimlər gəlib deyirlər ki, bu Sirrul Alamin kitabı Qəzzalinin deyilir, bunu başqası yazıb. Yalandan onun adına demək olar ki, çıxardıblar. Amma həqiqət belə deyil. Həqiqət budur ki, böyük Vəhabi alimi Şəmsüddin Zəhəbi Mizan-ül Etidalda deyir ki, 2-ci cildinin 248-ci səhifəsində bu kitab Qəzzalinindir. Və Şəmsüddin Zəhəbi yenə Əlam-ül Nübəlada 19-cu cildin 328-ci səhifəsində deyir ki, bu kitab Qəzzalinindir. İbn Həcər Əsqalani Lisan-ül Mizanın 2-ci cildinin 945-ci səhifəsində deyir ki, bu Sirrul Alamin kitabı Qəzzalinindir. Ondan əlavə Sebt ibn Cüzi Təzkiratül Xavasda 37-ci səhifədə Beyrut çapı ilə 1981-ci ildə çapdan çıxıb. Yazır ki, Zilhiccə ayının 18-ci hicrətin 10-cu ilində Peyğəmbər axırıncı həcc ziyarətindən qaydanda Qədir-i-Xumda 120 min səhabənin arasında Əli əleyhissalamın əlindən tutub qaldırdı. Dedi, mən kimin mövlasıyam? Əli də onun mövlasıdır. Və Sebt ibn Cüzi deyir ki, bütün İslam tarixçiləri, alimləri deyirlər ki, ittifaq eləyirlər, deyirlər ki, bunların həqiqətən bu əhvalat olub və bu ayə Əlinin şərində orada nazil olub. İndi o Əbu Zeyd ki, bu günləri 5-6 dənə cahil müsəlmanı öz ətrafına cəm eləyib, hər şeyə də çatanda onu rədd eləyir, tarixdə belə bir şeylər yoxdur. Gərək bu tarixlərə müraciət eləsin. Aya və bəzən Əbu Zeyd deyir ki, bunu şiə alimləri öz kitablardan nəql edirlər. Məgər Əbu Hamid Qəzzali şiədir, məgər Sebt ibn Cüzi şiədir, məgər Şəmsüddin Zəhəbi ya məsələn İbn Həcər Əsqalani məgər şiədir. Bunlar hamısı demək olar ki, Sünni və Vəhabi alimləridir. Ərz eləyək ki, bu İbn Teymiyənin şagirdlərindən biri olan Şəmsüddin Zəhəbinin bir kitabı var, Təzkirətül Huffaz. Bu Təzkirətül Huffazın 2-ci cildinin 710 və 713-cü səhifələrində deyir. Deyir ki, Məhəmməd ibn Cərir Təbəri Qədir-i-Xum hədisinin sənədlərini cəm eləmişdi, neçə cild kitabda yazmışdı. O kitablardan bir cildi mənim əlimə düşdü. Mən onu oxudum. Fəndəhəştu ləhu və likəsrəti tilkət turuq. Zəhabi deyir ki, mən gördüm ki, nə qədər şəxsiyyətlər bu rəvayəti nəql ediblər. Bu rəvayətin sənədinin mötəbər olması, ravilərin çoxluğu məni heyrətə gətirdi. Mən dəhşətə gəldim. Və həmçinin yenə də Zəhabi deyir ki, Siyar-ı Əlam-ı Nübəlada 14-cü cildin 277-ci səhifəsində Məhəmməd ibn Cərir Təbəri deyir ki, Qədir-i-Xum hədisini 4 cildə cəm eləmişdi onun rəvayətini. 4 cild kitab yazmışdı bu Qədir-i-Xuma dair. O 4 cild kitabdan bir cildi mənim əlimə düşdü. Mən onu oxudum. Ra'aytu şətrahu fəbəhərəni səqətə rivayatihi və cəzəmtu bi vuqi zalik. Deyir ki, mən o rəvayətlərin oxuyanda, o ravilərin çoxluğunu görəndə çox heyrətə düşdüm, təəccüb elədim və cəzəmtu bi vuqi zalik. Mən yəqin elədim ki, bu Qədir-i-Xum əhvalatı olub. Sən Əbu Zeyd, sən də ged oxu günən Zəhəbi kimi, sən də heyrətə gəl günən ki, nə qədər adam onu rəvayət nəql edir. Sən də ta yəqinə çatırsansa, yəqin eləyəsən ki, bu əhvalat olub. Sən nə üçün oxumursan? Ancaq gəlirsən
bisavad adamlar kimi bir dənə nə sənəd yoxdur, nə bir dənə rəvayət əsasında söhbət eləmirsən, ancaq şifayı söhbət edirsən. Bir dənə kitab adam oxuyar, bir dənə sənəd adam oxuyar, ondan sonra çıxar söhbət eləyər. Və demək olar ki, belə heyrətə gələn alimlər çoxdur. İbn Həcər Əsqalani də bu təhsibin 7-ci cildin 297-ci səhifəsində deyir ki, Məhəmməd İbn Cərir Təbəri o barədə müstəqil kitab yazıb və 70 dənə səhabədən Qədir-i Xum hədisini nəql edib. Və həmçinin İbn Həcər Əsqalani Əl-Mətalibul Aliyədə 16-cı cildin 142-ci səhifəsində 3943-cü hədisdə bu Qədir-i Xum hədisini demək olar ki, nəql edib. İbn Həcər Heysəmi Səvaiq-i Muhriqəni 1-ci cildinin 106-cı səhifəsində deyir ki, Qədir-i Xum hədisində şəkki şübhə yoxdur. Bu həqiqətən beləncidir. Alusi də Ruhul Məanidə nəql edir ki, 6-cı cildin 195-ci səhifəsində deyir ki, bu Qədir-i Xum hədisi mütəvatirdir. Mütəvatirdir, yəni bu inkar edilməzdir. Amma çox təəssüflər olsun ki, bu Vəhabilərin imamı olan İbn Teymiyyə öz kitablarında nəql edir ki, bu rəvayət zəifdir. Çünki İbn Teymiyyənin düşmənçiliyi var. Məlum məsələdir ki, insan bundan başqa bir şey gözləmir. Deyir ki, mən kuntu mövla fəaliyyü mövlahu kəlməsi zəifdir və ondan sonra ki, Peyğəmbər buyur ki, ilahi Allahumma vali mən vallahu və qadi mən qadahu, Peyğəmbər dua elədi, ilahi Əlinin dostlarını dost tut və düşmənlərini düşmən tut, bu yalandır. Nasirəddin Əlbani ki, 1420-ci ildə Hicri qəməri tarixi ilə 1420-ci ildə vəfat edib, özü Vəhabidir. Əs-Silsilət-i Səhihə kitabının 4-cü cildinin 249-cu səhifəsində İbn Teymiyyə cavab verir. Deyir ki, İbn Teymiyyənin bu barədə məlumatı olmayıb və təəssübkeşlik üzündən bu sözləri deyir. Həqiqət budur ki, bu əhvalat olub, buna şəkli şübhə yoxdur. Bunlardan əlavə böyük sünni alimi müfəssiri Fəxr Razi Təfsir-i Kəbirdə 12-ci cildin 40-cı səhifəsində ki, Beyrut çapı ilə 1421-ci ildə çapdan çıxır, yazır ki, Vələmmə nəzələdə hazihil ayə, o zaman ki, Maidə surəsinin 67-ci ayəsi nazil oldu, əxəzə biyədihi, Peyğəmbər əleyhissalamın əlindən tutdu və qalə və dedi, mən kuntum məvlahu fəəliyyum məvlahu, mən kimin mövlasıyam, Əli də onun mövlasıdır. Allahumma vali mən vallahu və qadi mən qadahu, İlahi onun dostlarını dost və düşmənlərin düşmən tut. Fəllaqiyyəhu Ömər. Ömər gəldi, əleyhissalamla görüşdü. Fəqala və Ömər dedi. Yəni Ömər deyir Həzrət Əleyhissalama. Həniyən ləkə yəbnə Əbi Talib. Əsbəhdə məvlaya və məvla kulli müminin və müminə. Sən süb elədin bir halda ki, indi bütün mümin kişi və müminə qadınların mövlasısan. Sünnilər bu mövla kəlməsi üçün, yəni Vəhabilər 26 dənə məna bəyan ediblər. Biri deyir onun mövlad dost mənasındadır, biri deyir ki, kürəkən mənasındadır, biri deyir ki, köməkçi mənasındadır, biri deyir əmi mənasındadır və sair və ilaxır. Amma həqiqət budur ki, mövla kəlməsindən burada demək olar ki, xəlifə, imam nəzərdə tutulur və əgər belənki olmasaydı, cəmaat hamısı bilirdi ki, sahabələr bilirdi ki, Əli əleyhissalam Peyğəmbərin dostudur, onun deməyə ehtiyac yox idi. Ömrünün axırında gəlib cəmaata deyir, cəmaat, mən kimin dostuyam, Əli də onun dostudur. Ondan sonra Ömər deyir, təbrik edirəm sənə, ya Əli. Əslən, bu təbrikin onun da mənası yoxdur. Ömərin başına hava gəlmişdi, gələ deyək ki, ya Əli, səni təbrik edirəm. Və Əbu Bəkir də getdi, təbrik söylədi Həzrət Əleyhissalama. Onun demək olar ki, mənası yox idi. Bir nəfər deyək ki, filan kəs mənim dostumdur, ondan təbrik eləməyə yer yoxdur. Bundan əlavə, Maidə surəsinin 67-ci ayəsində buyurur ki, ya Peyğəmbər, nəyi demişəm, onu yetirgin. Əgər yetirməsə elə bir ki, sən Peyğəmbər deyilsən. Deməli, Əli əleyhissalamın Peyğəmbərlə dost olmasını yetirmək o dərəcədə məgər vacib idi ki, əgər bunu deməsəydi, fəma bəllaqdə risalətəhu, elə bir ki, onu Peyğəmbərliyin eləməyib. Bu, yenə də şiyələrin əqidəsini təsdiqləyir. Və ərz eləyək ki, İbn Məğazəli, Mənaqib Əli İbn Əbu Talibdə deyir ki, Ömər getdi, təbrik dedi Əliyə. Xətib-i Bəğdadi tarixi Bəğdada 8-ci cildə 4392-ci hədisdə deyir ki, Ömər getdi, təbrik dedi Əliyə. Ғəzzali Sirrül Alamində deyir ki, Ömər getdi, təbrik dedi Əliyə. Fəxr Razi dedi ki, Təfsir-i Kəbirdə deyir ki,
Ömer getdi Ali əleyhissalamı təbrik dedi. Nizamuddin də Qarabil Quranda bunu nəql edir ki, Ömer getdi təbrik dedi. Əgər burada bir dənə başqa bir məsələ olmasaydı xilafətlə bağlı, orada Ömərin təbrik deməyi heç bir məna kəsb eləməzdi. Tahiyyatul lakum və rəhmətullahi və bərəkatuhu.